Bugün sizinle ismin quruluşca növləri haqqında söhbət edəcəyəm. Əziz şagirdlər, siz əvvəlki mövzulardan öyrənibsiniz ki, sözün quruluşca 3 növü var. Sadə sözlər, düzəltmə sözlər və mürəkkəb sözlər. 6 əsas nitq hissələrinin hamısında olduğu kimi, ismin də quruluşca 3 növü var. Sadə isimlər, düzəltmə isimlər və mürəkkəb isimlər. Təbii ki, sadə isimlər yalnız bir kökdən və ya kök ilə birlikdə qrammatik şəkilçidən ibarət olur. Başqa sözlə desək, sadə isimlərdə leksik şəkilçi olmamalıdır. Hörmətli şagirdlər, ölkə sözünə diqqət yetirək. Bu söz yalnız kökdən ibarətdir. Digər bir söz isə şair sözüdür ki, o da yalnız kökdən ibarətdir. Göyərçinlər sözünə diqqət yetirsək, bu söz göyərçin kökündən və cəm şəkilçisi, ismin cəm şəkilçisi olan lər şəkilçisindən ibarətdir ki, bildiyimiz kimi bu şəkilçi qrammatik şəkilçidir. Məktəbin sözü isə məktəb və in, yəni yəli çalın şəkilçisi olan in şəkilçisindən ibarətdir. Çantam sözü isə çanta kökündən və m, birinci şəxsin mənsubiyyət şəkilçisi olan m şəkilçisindən ibarətdir ki, dediyim kimi, həm cəm, həm hal, həm də mənsubiyyət şəkilçiləri ismə məxsus qrammatik şəkilçilərdir. Yalnız kökdən ibarət olan sözlər sadə sözlərdir. Amma yadda saxlamaq lazımdır ki, kök və qrammatik şəkilçidən ibarət olan göyərçinlər, məktəbin, çantam kimi sözlər də məhz sadə sözlər sayılır. İsmin quruluşca ikinci növü isə düzəltmə isimlərdir ki, bu isimlər sözün kökünə müxtəlif leksik şəkilçilərin artırılması ilə yaranır ki, bugün həmin şəkilçilər haqqında söhbət edəcəyik. Dilimizdə isim düzəldən xeyli sayda şəkilçilər mövcuddur. Bu şəkilçilərin böyük əksəriyyəti öz dilimizə məxsus leksik şəkilçilər olsalar da, müəyyən qismləri alınma leksik şəkilçilərdir. İsim düzəldən şəkilçilər özləri 2 qrupa ayrılır. Adlardan, yəni daha çox isimlərdən yeni mənalı isim düzəldən şəkilçilər və feillərdən, yəni hərəkət məzmunlu sözlərdən isim düzəldən şəkilçilər. Bugünkü söhbətimiz adlardan isim düzəldən şəkilçilər barədə olacaqdır. Əziz şagirdlər, müşahidələrim əsasında belə qənaətə gəlmişəm ki, bu şəkilçiləri müəyyən qədər təxmini də olsa qrup şəkildə, yəni bir-birinə yaxın anlayışlar yaradan şəkilçiləri ayrı-ayrı qruplarda birləşdirib öyrənmək şagirdlər üçün daha məqsəd yönlü olur. Ona görə də mən bugün şəkilçiləri sizə təxmini də olsa qruplar halında başa salmağa çalışacağam. Burada 4 şəkilçi görürsünüz. 4 variantlı ç şəkilçisi, 1 variantlı şünas, saz və gər şəkilçilərini. Bu şəkilçilər daha çox sənət, peşə, insan anlayışı bildirən isimlər əmələ gətirir. Ç şəkilçisi məhsuldar şəkilçidir və o dilimizdə demək olar ki, yüzlərlə söz yaratmağa xidmət etmişdir. Məsələn, ç şəkilçisinə nümunə olaraq balıqçı, idmançı, qayıqçı, futbolçu və s. dediyim kimi xeyli sayda nümunə göstərmək olar. Həmçinin şünas şəkilçisi də daha çox sənət, peşə bildirir. Məsələn, ədəbiyyat şünas, folklor şünas, şərq şünas və s. kimi sözləri nümunə göstərmək olar. Həmçinin saz şəkilçisi,
Məsələn, saatsaz, rəngsaz və s. kimi sözlərdə bu şəkilçinin ifadəsinə rast gəlirik. Həmçinin gər şəkilçisinə nəzər yetirək. Məsələn, miskər, zərgər, ov, ova, yev, yeva, zadə, 4 variantlı l şəkilçisi və i, vi şəkilçisi. Bu şəkilçilər daha çox familiya, soyad bildirən isimlər düzəldir. Manafov, Həsənova, Əliyev, Vəliyeva və s. kimi sözlər təbii ki, soyad bildirən sözlərdir. İkinci şəkilçi zadə şəkilçisidir. Bu şəkilçi də soyad bildirən isimlər yaradır. Əlizadə, Həsənzadə və s. 4 variantlı l şəkilçisi də yenə də insan adlarına qoşularaq daha çox soyad məzmunlu isimlər yaradır. Məsələn, Həsənli, Qəribli, Ordubadlı və s. kimi isimləri nümunə göstərmək olar. İvi şəkilçisi isə, əziz şagirdlər, bunu tam soyad kimi qeyd etmək, yəni soyad düzəldən şəkilçi kimi qeyd etmək bir qədər səhv olardı. Bu, ədəbiyyatda belə bir anlayış sizə tanışdır, nisbə anlayışı. Nisbə, hər hansı bir şairin, yazıçının yaşadığı ərazini bildirir və şairlər çox vaxt öz nisbələri ilə də tanınır. Bir növ bu təxəllüsə bənzəyir. Məsələn, Xaqani Şirvani, Nizami Gəncəvi, Qətran Təbrizi və s. kimi ifadələrdə siz görürsünüz ki, məsələn, Gəncəvidə vi, Təbrizidə i şəkilçisi, deməli, yer anlayışı bildirən isimlərə artırılıb və nisbə bildirən, yəni şairin yaşadığı ərazini bildirən isimlər yaratmışdır. Əziz şagirdlər, siz 3 şəkilçini görürsünüz. 4 variantlı cıq şəkilçisi, yenə də 4 variantlı cığaz şəkilçisi və 2 variantlı ça şəkilçisi. Bu şəkilçilər kiçiltmə və əzizləmə mənalı düzəltmə isimlər yaradırlar. Məsələn, gəlincik, tutaq ki, qulaqcıq, mədəcik, həmçinin uşaqcığaz, quşcuğaz, gəlinciyəz, sonra meydança. Məsələn, biz bilirik ki, meydan dedikdə tutaq ki, azadlıq meydanı, böyük bir ərazi nəzərdə tutulur. Amma meydança dedikdə tutaq ki, futbol meydançası və yaxud da voleybol meydançası, yəni nisbətən kiçik bir meydan nəzərdə tutulur. Və ça şəkilçisi dediyim kimi dəftərçə, kitabça və s. sözlərdə də deməli kiçiltmə mənalı isimlər yaradır. Və nəhayət son 2 şəkilçini lövhədə görürsünüz. Laq və ıstan şəkilçiləri. Bu şəkilçilər isə daha çox yer, məkan, xüsusən ıstan şəkilçisi isə ölkə adları bildirən isimlər yaradır. Məsələn, otlaq, yaylaq, qışlaq və s. kimi isimləri nümunəyə göstərmək olar. Istan şəkilçisinə isə Əfqanistan, Özbəkistan, Gürcüstan və s. kimi deməli sözləri nümunə göstərə bilərik ki, bunlar da ölkə, yəni məkan, yer, ərazi anlayışı bildirən isimlər yaratmışdır. Hörmətli şagirdlər, son olaraq 4 variantlı lıq şəkilçisini görürsünüz. Bu şəkilçi daha çox məhsuldarlığı ilə diqqəti cəlb edir və nəinki isimlə, sifətdən, saydan, əvəzlikdən və hətta zərfdən də isim düzəldə bilir və bu düzələn isimlər, yəni düzəltmə isimlər müxtəlif mənalar ifadə edə bilir. Gəlin nümunələrə diqqət yetirək. Balıqçılıq sözündə qeyd etdiyim şəkilçi
isimdən, yəni balıqçı ismindən sənət bildirən balıqçılıq ismini yaratmışdır. Yaxşılıq sözündə lıq şəkilçisi sifətdən mücərrəd mənalı isim düzəltmişdir. Həmçinin çoxluq sözündə də bu şəkilçi saydan mücərrəd mənalı isim düzəltmişdir. Mənlik sözündə əvəzlikdən, gerilik sözündə isə zərfdən yeni mənalı isim yaratmışdır. Əziz şagirdlər, hətta bu şəkilçi bəzən qohumluq anlayışı ifadə edən, bəzən məkan anlayışı bildirən isimlər də yarada bilir. Məsələn, analıq, yəni ögey ana, bacılıq və s. kimi insan anlayışı bildirən isimlər, həmçinin meşəlik, qumluq, daşlıq kimi yer mənalı isimlər də yarada bilir. Əziz şagirdlər, adlardan isim düzəldən daha məhsuldar şəkilçilər haqqında sizə məlumat verim. Əlbəttə ki, isim düzəldən şəkilçilər bu qeyd etdiyim, haqqında danışdığım şəkilçilərlə məhdudlaşmır. Dilimizin lüğət fondunun böyük bir hissəsini təşkil edən isimlərin, yəni yaranmasında onlarla şəkilçilər iştirak edir. Sağ olun, növbəti dərslərdə görüşənə qədər.